ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Biz haqlar barəsində danışmışdıq. Demişdik ki, haqlar, bir Allahın haqqı var, birincisi. İkincisi, qul haqqı var, bəndənin haqqı var. Bu haqlar barəsində biz danışdığımız zaman dedik ki, bəndə haqqına, qul haqqına, insan haqqına riayət edin. Çünki Allah öz bəndəsi üçün haqqından keçər, bəndə öz haqqından keçməz. Allah öz haqqından keçər. Allah haqqından keçər bu cürdür ki, məsələn, adam namaz qılmayıb müəyyən yaşa qədər, daha sonra tövbə eləyib, qəzalarını gücü çatan qədər qılıb namazının, qəza orucunu tutub gücü çatan qədər çatdıra bilməyib hamısını qılmağa. Allah keçər inşallah. Ya orucunu tuta bilməyib, qəza orucunu tutub, Allah inşallah keçər. Ya müəyyən yerlərdə günah edib, az, çox, böyük, kiçik, inşallah keçər. Quran-ı Kərimdə ayə var ki, Allah istədiyi kesi bağışlayar. İstədiyi kesi bağışlayar. Amma bəndə haqqına keçməyir. Qul haqqına keçməyir. Nə üçün qul haqqına keçməyir? İstəyir bu pul olsun, istəyir başqa bir şey olsun. Qiyamət günündə onu tapıb verə bilməyəcəyik biz. Ona görə deyirəm mən. Hesab kitab zamanında, məsələn, kiminsə kimdəsə nəsə haqqı qalarsa, onu tapıb verə bilməyəcəyik biz, ödəyə bilməyəcəyik. İstəyir pul vasitəsi olsun, istəyir başqa bir şey olsun. Bunu bizim Peyğəmbərimiz gözəl bir şəkildə ömrünün son çağlarında müsəlmanlara bəyan edib. Bunu danışmışam mən daha əvvəllər sizə. Amma bugünkü söhbətimiz din qardaşımızın haqqı barəsindədir. Müsəlmanın haqqını qorumaq barəsindədir. Müsəlmanın haqqını qorumaq barəsindədir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, haqqul muslim aləl muslim. Bizim boynumuzda bir neçə haqlar var. Övladdır, boynunda valideyn haqqı var. Tələbədir, boynunda ustad haqqı var. Haqlar var bizim boynumuzda. Amma bir müsəlman olaraq bizim müsəlman qardaşımızın haqqı var boynumuzda. Nədir o haqlar? Haqqul muslim aləl muslim xamsun. Peyğəmbərimiz buyurur ki, müsəlmanın, müsəlman qardaşı barəsində olan haqqı 5-dir. 5 dənə məsələyə gərək riayət edəsin. Hələ Quran-ı Kərimin ayələri çox gözəl haqları bizə öyrədir. Allah Taala ta ki bizə nəsib eləsin, o haqlara riayət edək. Heç kəs heç kəsin haqqına pozmasın, tapdamasın. Mən çox istəyərdim. Bəzən görürsən ki, müəyyən yerlərdə, məsələn, bu son gördüyümüz yerlərdə görürsən, cəmaət bankdan pul alır, pul çıxartır, qarışıq şəkildədir. Heç kəs heç kəsin növbəsini gözləmir. Hansı ki, bizim dinimiz mərrat, dəfələrlə tapşırır ki, gözəl şəkildə növbəyə dayanın. Gözəl şəkildə növbəyə dayanın, hamı öz növbəsinin haqqını gözləsin. Mən çox təəssüf eləyirəm ki, qeyri-müsəlman ölkəsində bunu göstərirlər ki, hamı ardıcıl öz növbəsini gözləyir. Amma müsəlmanlar buna riayət edəmir. Bir halda ki, Peyğəmbərimiz bizim buyurur ki, hamı bir-birinin haqqına riayət edesin. Onda cəmaət hamı rahat şəkildə dayanar, biləcək ki, heç kəs onun haqqını pozmayacaq. Peyğəmbərimiz buyurur ki, haqqul muslim aləl muslim xamsun. Müsəlmanın müsəlman boynunda 5 haqqı var. Birincisi, aleykümsalam. Rəddus səlam. Aleykümsalam. Birinci haqq budur ki, müsəlman salam verdiyi zaman salamın cavabını alır. Salamın cavabını almaq vacib. Müsəlman qardaşımız daxil oldu içəri, salamın cavabını alır. Biz salamın cavabının o qədər vacib olmasını demişik ki, hətta namaz əsnasında bir nəfər sənə salam versə, namazın sözünü saxla ki, o sənə necə salam veribsə, sən də o cür qaytar. Salamun aleykum deyib, sən də salamun aleykum deyib. Əssalamu aleykum deyib, əssalamu aleykum deyib. Amma daha sonra axşamınız xeyir, sabahınız xeyir, günortanız xeyir. Bu cürdə daha lazım deyil. Amma salamın cavabını Peyğəmbərimiz buyurur ki, rəddus səlam, salamın cavabını almaq vacibdir. Salamın cavabını almaq vacibdir. Daha sonra, bir dənə də bu məsələni deyim mən. İndi bəzən rast gəlirik, görürsən, cəmaət namazıdır. Bir nəfər məscidə daxil olur, ucadan deyir, əssalamu aleykum.
cəmaat namaz qılır. Burada ucadan salam vermək lazım deyil. Çünki sənin salamının cavabını almaq üçün cəmaat gəlir namazın sözünü kəssin, sənin salamının cavabını alsın. Ona görə elə bir halda daxil oldunuz məscidə yaxud hər hansısa bir yerə, gördünüz cəmaat namazla məşğuldur, ibadətlə məşğuldur, uca səslə salam verməyin. Asta səslə salam verin, məscidə salamlayın. Bax bu cür. İkinci, Peyğəmbərimiz buyurur ki, və iyədətul məriz, müsəlman qardaşımız xəstələnibsə, onu ziyarət etməyin savabı var. Haqq var boynumuzda ki, müsəlman qardaşımız xəstələndiyi zaman onun görüşünə gedək. Və ittibəul cənaiz, dəfn mərasimində iştirak etmək. Dəfn mərasimində iştirak etmək. Və icəbətud dəvət, dəvət etdiyi zaman dəvətini qəbul etmək. İcəbətud dəvət, hədislərdə var. Dəvətul icəbə, icəbətud dəvət sünnətdir. Peyğəmbərimizin yoludur. Və təşmitul atis, asqıranda bizdə dualar var, hansı ki, adam Allaha həmd edir, əlhəmdülillah deyir, yaxud yərhəmukəllah deyirlər ona, Allah sənə rəhm edir, belə bir dualar var. Həmin sənə bu cür deyəndə ki, yərhəmukəllah, Allah sənə rəhm edir, deyərsən ki, yəxfirallah lək, Allah sənə bağışlasın. Belə bir dualar etmək, asqıran zaman. Bu, həmin müsəlman barəsində olan haqlardır. Amma bu haqlar içərisində ən əhəmiyyətli haqlardan biri budur ki, müsəlman qardaşımızın abrını qoruyaq. Abrını qorumaq daha gözəl əməllərdən, haqlardan biridir. Əgər desək, birinci nədir haqqın? Deyərik ki, abrını qorumaq. Allah Teala Quran-ı Kərimdə buyurur. Bismillahirrahmanirrahim. İnnellezine yuhibbune en teşiyel fahişete fillezine amenu. O kəslər ki, sevirlər, xoşlayırlar belə bir şeyləri. Bəzi insanlar var, həyatda negativlə qidalanırlar. Negativ yəni nə deməkdir? Pis şeylərlə qidalanırlar. Gözləyirlər ki, kiminsə başına pis şey gəlsin, bu da sevinsin. Bu normal bir şey deyil. Gəlib bu insanlar özlərini islah eləsinlər. İslah eləsinlər. Allah Teala buyurur ki, onlar ki, bunu sevirlər. İnnellezine yuhibbune en teşiyyel fahişete fillezine amenu. İman getirənlərin içərisində bir-birinin abrını aparmaqla məşğuldular. Allah Teala buyurur, ləhum əzəbun əlim. Onlar üçün ağrıcı bir əzab var, böyük bir əzab var. Ağrı verici bir əzab var. Fid-dünya vəl-axirə. Həm dünyada da onların cəzası, həm də axirətdədir. Bəzi əməllər var ki, onların cəzası axirətdədir. Allah dünyada onlara cəza vermiş. Onlara cəza vermiş, axirətə saxlayır. Bəzi əməllər var ki, onların həm cəzası dünyadadır, həm axirətdədir. O da budur ki, bir müsəlmanın abrını aparmaq, hörmətini aradan aparmaq. Allah Teala buyurur, vəttəqullah, Allahdan qorxun. Allahdan qorxun, təqvalı olun. Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, amma siz bilmirsiniz. Allah bilir, amma siz bilmirsiniz. Daha sonra Quran-ı Kərimdə Allah Teala buyurur ki, İnneməl mu'minun ixvətun. Möminlər, yalnız möminlər qardaşdılar. Möminlər qardaşdılar. Allah Teala Hucurat surəsinin 10-cu ayəsində bu cür buyurur. Fəəslihu beynə əxəveykum. Qardaşlarınızın arasında sülh yaradın. Biz bilirik ki, şeytanın işi günah yerlərdə deyil. Şeytanın işi müsəlmanların arasındadır. Müsəlmanların, möminlərin içərisindədir. Bunu İmam Əli əleyhissalam gözəl cavablandırıb, bir yəhudi sual verib İmam Əliyə. İmam Əliyə deyib ki, siz şeytandan çox danışırsınız. Amma bizdə heç o qədər şeytandan danışmırlar. İmam Əli əleyhissalam buyurur ki, oğru boş evə gəlmir. Orada ki bir şey var, ora oğru gəlir. Əgər ki bizim aramızda nəsə varsa, demək şeytan bizim aramızdadır. İstəyir nə etmək? Fitnə yaratmaq. Şeytanın budur işi, hədəfi budur. Deyir, sizin aranızda düşmənçilik salmaq istəyir Allah Teala, bu cür buyurur.
Deyir, fəəslihu beynə əxaveykum, qardaşlarınızın arasında sülh yaradın. Vəttəqullah, Allahdan qorxun, təqvalı olun, ləalləkum turhamun. Bəlkə Allah sizə rəhm etsin. Bu ayələr içərisində Allah Taala buyurur ki, bəlkə biz bu ayəni oxumuşuq, amma bu gün də yerinə düşər. Allah Taala buyurur ki, Hucurat surəsində elə ayənin davamıdır 11-ci ayədə buyurur: "Ya eyyuhellezine amenu la yesxar qavmun min qavmin." Ey iman gətirənlər, sizdən bir dəstə başqa bir dəstəni məsxərə eləməsin. Ələ salmayın, heç kəsi ələ salmayın. Əsə ən yekuna xeyrən minhum. Mümkündür sənin məsxərə etdiyin adam daha xeyirlidir. Xeyrun minkum, sizdən daha xeyirlidir. Və la nisa'un min nisa'i. Qadınlar qadınları məsxərə etməsin. Kişilər kişiləri məsxərə etməsin. Əsə ən yekunna xeyrən minhunna. Mümkündür o qadınlar içərisində ən xeyirli bir qadın olar. Və daha sonra bu məsxərə barəsində biz danışdığımız zaman həyatda heç kim heç nədən sığortalanmır. Heç kəsi məsxərə eləmək lazımdır. Heç kəs heç nədən sığortalanmır. Bəlkə kimsə kimisə nədəsə məsxərə eləyir, sonra həmin şey onun başına gələr. Qarğış eləmirik ya, biz bəddua eləmirik. Amma deyirik ki, heç kəs bu məsələlərdən sığortalanmayıb. Heç kəsi məsxərə eləmək lazımdır. Heç kəsi ələ salmaq lazımdır. Görərsən ki, adamın məsxərə elədiyini Allah Taala qabağına çıxartar. Qabağına çıxartar. Və daha sonra Allah Taala buyurur: "Və la təlmizu enfusakum." Allah Taala buyurur ki: "Və la tanabazu bil alqab." Bəli. Bir-birinizdə axtarış aparmayın. Bir-birinizə eyb axtarmayın. Və daha sonra pis ləqəblərlə bir-birinizi çağırmayın. Və la tanabazu bil alqab bi'sal ism el-fusuq ba'dal iman. Hansı ki bunlar iman gətirməzdən əvvəl bu adlarla tanınırdılar. Bir iman gətirəndən sonra həmin adlarla çağırmayın. Və mən ləm yetub fə ulaikə humuz zalimun. Hər kəs tövbə eləməsə bu etdiyinə görə zalimlardan olar. Və bu həmin ayələrin sonunda Allah Taala Həşr surəsinin 10-cu ayəsində gözəl bir ayə buyurur. Düzdür, Qurani-Kərimin bütün ayələri gözəldir. Amma bu gözəl ayələrin içərisində Allah Taala buyurur ki, o dualardadır. Hələ bu dua ilə də söhbətimizi, xütbəmizi tamamlayaq. Dua edir Həşr surəsinin 10-cu ayəsində. Rabbənə xfir lənə və li ixvaninəl-ləzinə səbəqunə bil-iman. Ey Rəbbimiz, bizi bağışla günah. Rabbənə xfir lənə, bizi bağışla günah. Və li ixvaninəl-ləzinə səbəqunə bil-iman. Və o qardaşlarımızı bağışla günah ki, imanda bizdən əvvəldə olublar. Dünyasını dəyişiblər. Onlar bizdən əvvəldə olublar, onlar bizdən əvvəl iman getiriblər. Səbəqunə bil-iman. Və lə təcəl fi qulubinə qillən. Bizim qəlbimizdə kin-küdurət qoyma günah. Möminin qəlbi bu cür olmalıdır. Möminin qəlbində kin olmamalıdır. Deyir, və lə təcəl fi qulubinə qillən. Qəlblərimizdə kin-küdurət qoyma günah. Kimə qarşı? Lilləzinə əmənu. İman getirənlərə qarşı. Rabbənə innəkə rəufur rəhim. Ey Rəbbimiz, həqiqətən sən çox mehribansan və çox rəhm edənsən. Və Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala bir-birimizin haqlarına riayət etməkdə bizlərə müvəffəqiyyət nəsib eləsin. Və duamız budur ki, Allah Taala dünyada olan bütün müsəlmanların haqlarını qorunmasında onlara yar və yardımcı olsun. Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala öz böyüklüyü xatirinə çətin şəraitdə olan müsəlmanlar var. Hansı ki, bu günləri əziyyət çəkən müsəlmanlar var.
Əlbəttə, mən bilirəm ki, bugün Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm bizim yanımızda olsaydı, o həmin müsəlmanların halına acıyardı. Peyğəmbər salavatullah onların halını bugün görür. Və ümid edirəm ki, inşallah Allah Taala tezliklə haqqı, ədaləti bərqərar edər. Və ümid edirəm ki, inşallah ki, İmam Zaman əleyhissalamın zuhurunda və ya inşallah ki, imamın zuhurundan əvvəl Allah Taala nəsib edər ki, nəinki müsəlman, heç qeyri-müsəlmanın da körpəsi ağlar qalmasın. İmam Əli əleyhissalam Malik Əşdəri Misrə vali təyin edir. Malik Əşdərə bir neçə şeylər tövsiyə edir. Nəhcül Bəlağa kitabında məktubda qeyd olunur. Həmin tövsiyələri biz oxuyarıq biz zaman. O tövsiyələrdən biri budur ki, imam buyurur ki, ey Malik, müsəlmanlarla gözəl rəftar elə. Sən şəhərin valisi olacaqsan, hakimi olacaqsan. Müsəlmanlarla gözəl rəftar elə. Çünki onlar sənin din qardaşlarındır. Qeyri-müsəlmanlarla gözəl rəftar elə. Çünki onlar sənin insanlıq qardaşındır. Çünki hamınız Adəm övladısınız. Qeyri-müsəlmanlarla gözəl rəftar elə. Çünki onlar sənin insanlıq qardaşındır. Və Allah Taala inşallah yer üzündə bu fitnə, fəsadların tezliklə dayanmasında öz lütfünü inayət edər. Allah Taala tezliklə haqqı yer üzərində bərqərar edər və Allah Taaladan duamız budur ki, inşallah məzlumların haqqı qiyamətə qalmaz və hələ dünyada ikən məzlumların haqqı onlara qaytarılar və Allah Taala inşallah çətin şəraitdə yaşayan bütün müsəlmanlara tezliklə xoşgüzaran nəsib etsin. Allah Taaladan duamız budur ki, öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala qəlblərimizi Quran nuru ilə, iman nuru ilə münəvvər etsin. Allah Taala cümləmizin aqibətini xeyirli etsin. Allah Taala dünya və axirətimizi salamat etsin. Allah Taala bizi şeytanın şərrindən, şeytan xislətli varlıqların şərrindən hifz etsin. Allah Taala inşallah gələn günlərimizi xeyirli, bərəkətli qərar versin. Allah Taala inşallah bütün xəstələrə, qazilərimizə tezliklə şəfa inayət etsin. Allah Taala şəhidlərimizə, dünyadan köçən cəmi müsəlmanlara rəhmət etsin. Allah Taala bütün dünya müsəlmanlarını əmin-amanlıq və salamatçılıq içərisində qərar versin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə və dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv etsin. Allah Taala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala inşallah salih əməllərimizi və salam, salavatlarımızı, dualarımızı İmam Zaman əleyhissalamın zuhuruna zəmin qərar versin.